Mən həmən uşağa, da, yaxınlaşaram. Birinci yol onunla fərdi söhbət aparım. Bəlkə də, şagirdin evdə, məsələn, valideynlə bir, məsələn, münasibət, evdə nəsə bir münasibət yaşanıb deyə şagird o səbəbdən dərslərinə hazırlıqsız gəlir. Sonra fərdi söhbət aparıb öyrənərəm. Sonra da lazım olsa psixoloqla, valideynlə əməkdaşlıq eləyərəm də. Aha, daha sonra Sonra müəllimə başqa nə elə? hazırlıqsız gəlirsə, indi olub da işte bu dərs hazırlıqsız gəlməyibsə, biz ümumiyyətlə məsələsində də keçmişdik ki, bunu göz ardı edə bilərik. Yəni problemin səbəbini öyrənərik ki, ilk öncə nə baş verib. Bunun üçün onunla fərdi şəkildə söhbət dediyimiz kimi lazım gələrsə həmin şagirdi, yəni hər hansı böyük bir problem olarsa, əlbəttə psixoloqla da əməkdaşlıq edə bilər. Daha sonra deyək ki, açıq dərs keçirsiniz Nərmin müəllimə. Rəhbərlik, ümumilikdə deyək ki, hər hansı digər pedaqoji işçilər oturub sizin dərsiniz nəyisə izah edirsiniz. Qəfildən işıqlar sönür, nə edəcəksiniz? Burada müəllimə həmişə deyirdi, müəllimin bir B planı olmalıdır da. Burada şagird orada mövcud plakatlardan, əyani vəsaitlərdən istifadə edərəm. Səsin gəlir. Mən burada əyani vəsaitlərdən, məsələn, şagird plakatlardan istifadə edib dərs davam edərəm də. Bəli. Zəngi söndürün Nərmin. Bəli. Hər bir müəllimin aid bir planı olmalı. Əvvəlcə bildik ki, hər hansı belə bir hal yaşana bilər. Buna görə də ilk öncə nəzərə alaraq hər hansı üsullarından istifadə edərək də dərsini davam edə bilər. Daha sonra hiperaktiv uşaq deyəndə nə nəzərdə tutulur? Hiperaktiv uşaq müəllimə, necə deyim? Hiperaktiv uşaq, yəni belə istəyir ki, həmişə müəllimə nəsə eləsin də, şagird başqalarının da fikrini yayındırır. Belə idi də müəllimə, səhv eləmirəmsə. Bu hərəkət. Hiperaktiv. Ancaq hərəkət edir, bəli. Hiperaktiv uşaq deyəndə, yəni hərəkətli uşaq nəzərdə tutulur ki, həmin uşağın da belə bacarıq potensiallarına əsaslanaraq müxtəlif üsullarımız var ki, simulizasiya və yaxud da ki, deyək ki, oyunudur, karuseldir, kimi üsullar istifadə edərək onları da dərsə cəlb edər. Bugün birinci gün deyil müəllimlər. Bəli. Bəli, xoş olmayıb görəsən. Belə. Çox sağ olun. Amma sizə dünya görüşünə sual verdim. Amma dünya görüşünə baxmamışam, verməsələr. Yox, bax, dünya görüşünə. Deməli, müəllimlərinə kimlərsə var. Müəllimə baxmısınız, PDF. Günay müəllimə, eşidirsiniz? Bəli, müəllimə, eşidirəm. Mən Süleymanova Günay Rəhmət qızı Kürdəmir 1986-cı ildə Kürdəmir rayonunun Şumlu kəndində dünyaya gəlmişəm. 1992-ci ildə Vüqar Qurbanov adına Kürdəmir rayon Şumlu kənd orta məktəbinin 1-ci sinifinə qəbul olmuşam. 2002-ci ildə məktəbi bitirmişəm, orta məktəbi bitirmişəm. 2002-ci ildə
Azərbaycan Dövlət Pedaqoji Kollecinə təsviri əmək təlimi, rəsm xətt və təsviri incəsənət ixtisasına qəbul olmuşam. 2007-ci ildə kolleci bitirmişəm. 2020-ci ildə MİQ müəllimlərin işə qəbul müsabiqəsində işə qəbul olmuşam. Artıq deməli aləm qatdım. 2026-cı ildə Elm və Təhsil Nazirliyinin Elm və Təhsil Nazirliyi Nazirliyinin tərəfindən müəllimləşdirilmiş. sertifikasiya müəllimlər üçün sertifikasiya imtahanında uğur qazanaraq 53 bal toplamışam. Başqa nə qaldı? Belə. MİQə girməyəcəksiniz. Necə müəllimə? MİQə girməyəcəydiniz bəs müsahibəsinə. Dediniz axı seçimi. Etmişəm müəllimə, seçim etmişəm. Allah olsun. Baxın, nitqinizdə geriləmələr var, Günay müəllimə. Bir də çox belə eləyirsiniz. Ümumiyyətlə, özünü təqdim etmək budur ki, qısa, lakonik şəkildə öz fikirlərimizi ifadə edirik. Özünü təqdim etmək yorucu olmamalıdır. Nə bilim, durum öz haqqımda, dastan danışım, belə, elə, yox. Özünü təqdim etmək, sadəcə olaraq mən kiməm, kim qızıyam, neçənci ildə doğulmuşam, harda doğulmuşam, daha sonra isə deyirik ki, neçənci ildə ilk təhsilə getmişsiniz, yəni məktəbə getməyinizi vurğulayırsınız. Heç bitirməyinizi deməsəz də olar. Sonra universitet və yaxud da ki, kollec bitirmişsinizsə onu deyirsiniz. Daha sonra isə həmin bu oxuduğunuz dönəmlər bir uğurunuz varsa onu bildirirsiniz və Elm və Təhsil Nazirliyinin salam bildirəm. Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu, müsahibə və müsabiqə mərhələsində iştirak edərək uğur əldə edib, məsələn 2020-ci ildə dedinizdə səhv eləmirəmsə, pedaqoji fəaliyyətimə başlamışam. 5 ildir ki, müəllim kimi fəaliyyət göstərirəm. Yenidən sertifikasiyalaşma prosesində bu il 2025-ci ildə Təhsil Nazirliyimiz tərəfindən keçirilən sertifikasiyalaşma prosesində iştirak etmişəm. Və bu zamanda 60 ballıq sistem üzərindən 53 bal toplayaraq uğur qazanmışım. Bunu deməli, bizə bu şəraiti yaratdığınız üçün sizə təşəkkür edirəm. Belə, yəni əgər sertifikasiyaya girirsinizsə, əgər MİQə girirsinizsə, MİQdə MİQ balınızı da, yəni düşdüyünüz məktəbi də deməlisiniz. Belə, PDF-lərə baxmısınız? Mən beynim sertifikasiyanı MİQ qarışdırdı. Müəllimə belə ötəri baxmışam, yalan deyə bilmərəm, çox dərindən yox, amma ötəri belə bildiklərim var. Diqqət edin, bəzən yox, azı bir 3-4 dənə sual dünya görür. Soruşacaqlar. Deməli, üstünlüyü nədən var? Diferensial təlimdə yəni müxtəlif olan şagirdlərin birlikdə yəni təhsil almasıdır. Burada sonra yəni əlilliyi olan şagirdlər də yəni burada normal uşaqlarla bir yerdə təhsilə yiyələnə bilərlər. Dedikdə, yəni burada əsasən yəni sağlam uşaqlarla hər hansısa bir fiziki cəhətdən sağlamlıq məhdudiyyəti olan şagirdlərin də bir yerdə təhsil almasıdır. Diferensiallığın, bərabərliyin təmin edilməsi üçün və şagirdlərin maraq potensiallarının nəzərə alınmalıdır. Bir növ mövzu şagirdlərə müxtəlif öyrədilir. Onların öyrənmə təcrübəsinə əsasən öyrədilir. Bu da diferensiallığa əsaslanmış olur. Refleksiya nədir? Dərsin hansı mərhələsində aparılır? Deməli, refleksiya deyirik ki, məsəl üçün qidanın çeynəmədən yemək kimidir. Yəni əsasən şagirdlərdə motivasiya, sonra onların necə deyim, idrak proseslərini necə inkişaf etdirmək üçün istifadə olunur. Sonra şagirdlərdə yəni ümumiyyətlə qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürür biliyi.
məlumatlı daha doğrusu. Ümumilikdə görülən işin təhlilidir. Ümumilikdə dərs Bəli. əsasən isə müəllim refleksiyanı dərsin sonunda şagirdlərin nə öyrənib, nə öyrənməməsi üçün yəni aparmış olur ki, yəni burada da işin təhlili ki, məsələn, mən səhər və yaxud da ki, digər növbəti günlərdə hansı səmtdən, hansı dərsdən şagirdlərə danışacağam. Burada təkcə şagird müəllim, deyək ki, müəllim şagirdin fəaliyyətini refleksiya etmir, həm də şagird özünün fəaliyyətini refleksiya etmiş olur ki, mən nə bilirdim, indi isə nə öyrəndim. Belə, bullyingin müəyyən edilmə yolları hansılardır? Bullying növlərini də deyim müəllimə, yoxsa Bullyingin müəyyən edilmə. Bax, sual nədir, onu cavablandırırsınız. Başa düşdüm müəllimə. Yəni əməkdaşlıq etməkdir, məktəb heyəti ilə əməkdaşlıq etməkdir. Sonra deməli anonim sorğudur, sonra esse yazmaqdır. Bəli. Məktəbdə o təhlükəsiz Şagirdlərin şəxsi patologiyasının yaradılmasıdır, baxışın ki, yaradılmasıdır, valideynlə əməkdaşlıqdır. Sonra nə qaldı? Şagirdləri öyrənməyə necə həvəsləndirir? Yəni əsasən şagirdləri əvvəlcədən onları müşahidə etmə yolu ilə onların marağın, tələbatın, yəni hansı necə deyim, hansı yönəldirsə, yəni onların maraq tələbatına uyğun dərsin gedişatını qurmaq. Ki, hər bir şagirdin bilik, bacarıq, potensial səviyyəsi var. Dərsimi də onların bacarıq səviyyəsinə əsasən qurarkən, əlbəttə ki, o da öyrənməyə daha həvəsli olmuş olacaq deyə də fikrimizi bildirə bilərik. Daha sonra, bəs mənə deyin görüm, şagirdlərdən biri sizi əsəbləşdirsə, ilk kimə müraciət edirsiniz? Və yaxud şagirdi necə cəzalandırırsınız? Əsəbləşdirsə, daha təmkinli, sakit olaram. Yəni şagirdin bu nəyə görə, yəni bu hansı səbəbdən bu hərəkəti etdiyini müəyyənləşdirərəm. Onunla fərdi söhbət apararam. Onun maraq dairəsi necədirsə, yəni hansı maraq dairəsinə uyğun bir iş üsulundan deyimmi, dərsin formasını, yəni onun maraq dairəsinə uyğunlaşdıraram. Ümumilikdə deyirik ki, biz şagirdlərlə hər zaman çalışırıq ki, pozitiv münasibət quraq ki, əgər belə hal yaranıbsa da, ilk öncə özüm problemi həll etməyə çalışaram və bu aralığında da əməkdaşlıq edərək ondan da məsləhətlər ala bilərəm. Yəni, durub onu döyürəm və yaxud da ki, məsələn, anasına zəng vururam, rəhbərliyə deyirəm, xeyr. Bax, əvvəl müsbətlə başlayır. Ümumiyyətlə, kurikulum təliminin mərkəzində şagird yönümlülük prinsipi durur deyə. Hansı müəllimdirsə qoşulubsa müəllimlər, link atmışam qrupunuza, linkə qoş. Kimdir bu? Bu günlərdə Hamə müəllimədə də belə bir problem var idi. Nəsə o düzəltdi. Sizə indi linki öz şəxsinizə atarım. Yaxşı. Aha. Deməli, nə idi deyir müəllimlər? Hansı sual vermişdim sizə? Şagird dəstə dairəsə mane olsa, Onu deyirdim. Ümumiyyətlə, kurikulum təliminin mərkəzində şagird yönümlülük durur və biz nə ediriksə, onların müsbətinə etməliyik. Yəni, ola bilər hansı sualın cavabını bilməriksə də, amma nə danışmalıyıqsa orada, şagird yönümlülük prinsipinə əsaslanaraq müsbətə köklənib danışmalıyıq. Çox sağ olun. Dünya görüşündən vermədim. Dedim ki, yəqin ki, baxmamışsınız o hissəyə. Çox sağ olun. Siz də sağ olun. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun. Müəllimə, özü təqdim edin.
Mən Əfsun Fərhadlı, 1989-cu il Bakı şəhərində dünyaya gəlmişəm. 1996-cı ildə Xətai rayonunda yerləşən Yusif Mir Yusifov adına 265 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşam. 2006-cı ildə həmin məktəbin məzunu olmuşam. 2015-ci ildə Rəssamlıq Akademiyasına qəbul olmuşam. 2019 sabah qruplarında təhsil almışam və 2019-cu ildə həmin məktəbi fərqlənmə ilə bitirmişəm. 2021-ci ildə müəllimlərin işə qəbul imtahanında iştirak etmişəm. 52 bal toplamışam. Və 52-dir. Hə, qəbul deyirsiniz. Mümkün 60 baldan 52 bal toplamışam. Aha. Və Matazır kənd 4 nömrəli tam orta məktəbin təsvir incəsənət müəllimi kimi fəaliyyətə başlamışam. Mən biraz danışam, bürçəyə oluram da. Siz, Əfsu müəllimə. Ləbçi tələskəni yersiniz ki, bu sözləri desəydin bir-birinin ardınca tez-tez. Və şəkildə bir dərindən nəfəs alın. Sonra Dərindən nəfəs alın, Əfsu müəllim. İndi başlayın, başdan. mən Əfsun Fərhadlı. Təmkin. Mən Əfsun Fərhadlı 1989-cu ildə Bakı şəhərində dünyaya gəlmişəm. 1996-cı ildə mən bir dəqiqə ilim ailəm qatım bir-birinə. 1989-cu ildə Bakı şəhərində dünyaya gəlmişəm. 96-cı ildə Xətai rayonunda yerləşən Yusif Mir Yusifov adına 265 saylı orta məktəbdə qəbul olmuşam. 2006-cı ildə həmin məktəbi bitirmişəm, məzun olmuşam. 2015-ci ildə Rəssamlıq Akademiyasına qəbul olmuşam. 19-cu ildə həmin universiteti bitirmişəm. Sabah qruplarında oxumuşam. 2021-ci ildə müəllimlərin işə qəbul imtahanında. Mən burada belə olmağıma baxmayın. Əslində belə çıxış eləyə bilirəm, danışıram. Prosta, nə bilim. Burada müəllimlər də çoxdur. Belə biraz çıxış eləməkdə problemim var da, belə çox adam olanda. Olsun da, siz onsuz mənim digər dərslərimdə də olmuşsunuz da. Yəni, orada da adam var idi, amma deyirəm, onsuz mənim digər dərslərimdə də olmuşsunuz da, orada da var idi da çox müəllimlər, amma orada cavablandırırdınız. Bilirəm ben. Yoxdur, mən özünüzü təqdim etməni mənə ayrıca səsli şəkildə. Ayrıca səs atıb göndərərəm, billah. Ha, yaxşı. Təhsil alanlarda hansı səriştələri formalaşdırmalıyıq biz? Təhsil alanlarda əməkdaşlıqdır, ünsiyyətdir. Aha. Dəyərlərlə əlaqədardır, fəaliyyətlə əlaqədar və təfəkkürlə bağlı olan səriştələr var ki, məsələn, bura yaradıcılıqdır, tənqidi düşünmədir, qərar vermədir. Yəni, danışa bilərik də belə. Fəaliyyətlə bağlı olan, özünüz demişdən, əməkdaşlıq, ünsiyyət. Dəyərlər dedikdə milli kimliyin dərkindən söhbət gedir, fəal vətəndaş mövqeyi. Yəni, bu kimi səriştələri formalaşdıra bilərik. Konseptual nədir? Konseptual nə müəllimə? Bilik. Aha. Konseptual bilik oralar yadımda qalmır. Konseptual bilik Konseptual bilik deyirik ki, biliyin bir növüdür. Hər hansısa bir prinsiplər və yaxud da ki, nəzəriyyələr, konsepsiyalar arasında əlaqə qura biliriksə, oxşar fərqli cəhətdə müəyyənləşdirə biliriksə və yaxud da ki, hər hansısa bir oxuduğumuzu ümumiləşdirib danışa biliriksə, əlbəttə ki, biz konseptual bilimimizdən istifadə etmiş oluruq. Məntiq xətaları hansılardır? həddən artıq ümumiləşdirmə, olar deyirsiniz. Bəli, bəli. Özünü bənzətmə var, həddən artıq ümumiləşdirmə var. Üst bucağı. Müəllim, şagird, valideyn. Aha.
Bəli, müəllim, şagird, valideynin bir yerdə əməkdaşlığıdır ki, bu təşkil. Smart nədir? Smart kurikulumda istifadə olunur, təlim nəticəsində də istifadə olunur da bu smart. Elə mərkəzdə çıxarılır, aha. Bu təlim nəticəsinin aydın olması, spesifik olması odur da müəllimə. Aha, bəli. Ümumilikdə deyirik ki, məqsədi Əlçatan olmalıdır. biz smart texnologiyasından istifadə edirik. Yəni məqsəd dəqiq olmalıdır. Smartın sözü məqsədin dəqiqliyini bildirir. Mısı nəyi bildirir? Ölçülə bilən olmalıdır. Ha? Nə asan, nə çətin olmalıdır. Real imkan nəzərə alınmalıdır, məsələn belə. Time ki, vaxt məsələn. Vaxt nə idi? Vaxt nəzərə alınmalıdır. Bəli, vaxtı nəzərə almalıyıq. Müsahibə mərhələsindən gözləntiniz nədir? Əsas keçməkdir. Elə deyirik. Yox, orada elə deməyəcəm mən. Nə demək lazımdır bəs? Müsahibə mərhələsindən. Aha. Yəni müsbətdir də, müsbət gözləntim müsbətdir. Əlbəttə ki, deyə bilərik ki, yəni ümidvaram ki, bu mərhələdə də uğur əldə edib pedaqoji fəaliyyətimi davam edərəm. Hər zaman mənim üçün öndə olan şagird yönümlü prinsipinə əsaslanaraq şagirdlərimin bilik, bacarıq, potensiallarını nəzərə alaraq dərsimi quraram. Onların cəmiyyət xeyirli bir vətəndaş kimi formalaşdırılması üçün çalışaram. Yəni bu sözü demək nə qədər çətindir. Elə çoxlu oxuyun. Əlavə sizdə bir şey danışmaq istəmirsiniz. Onda gərək fərdiyə yazılasınız. Əgər bu qədər müəllim içərisində danışa bilmirsinizsə, gərək fərdiyə yazılasınız. Belə. Orada çıxış eləyəcəm, pis yaxşı çıxış eləyəcəm. Belə, məndə çıxış eləməkdə də problem var ümumiyyətlə. Amma belə mən sinifdə uşaqlarla mənim heç bir problemim yoxdur. Yəni sadəcə böyüklərin qarşısında. Odur da. Uşaqlarla bizim problem yoxdur ki. Yəni ki, sinifimdə dərsimi də keçirəm, normal şəkildə çıxaram. Rəmiyyətçi müəllimə, mən sizin bilik potensialınıza, mənim sizin bilik bacarıq potensialınıza əminəm. Əlbəttə ki, siz yüksək necə deyim, səviyyədə hazırlaşıb, yüksək səviyyədə də bal toplayan müəllimsiz, mənimlə hazırlaşmışsınız. Prosta, nə bilim, indi ola bilər həyəcanlanırsınız, onu da yavaş-yavaş üzərimizdən atın. Belə. Uğurlar olsun. Arifə müəllimə, buyurun. Axşamınız xeyir olsun. Arifə müəllimə, eşidirsiniz? Bəli, axşamınız xeyir müəllim. Bağışlayın, evdə deyiləm, maşındayam, ona görə biraz gec açdım səsi. Narahat olun. Necəsiz Arifə müəllim? Çox sağ olun Arifə müəllim, siz necəsiz? Müəllimlər də salam. Sağ olun. Rahat eləyə bilmirsinizmi? Belə də nə biləm. Allah özü kömək olsun. Özünüzü təqdim edin hələ. Sağ olun, çox sağ olun. Mən Əliyeva Arifə Talib qızı 1971-ci il Görönbay rayonu Şadlıq kəndində anadan olmuşam. 78-88-ci illər ərzində həmin məktəbin orta məktəbində oxumuşam və 1988-ci ildə ali məktəbə, yəni Gəncə Dövlət Universitetinin Təsvirincə Sənət və Rəsm fakültəsinə daxil olmuşam. 92-ci ildə həmin institutu bitirib, 93-cü ildən isə Gəncə şəhər 24 saylı tam orta məktəbdə fəaliyyətə başlamışam. Bu ildən bəri də ardıcıl olaraq həmin məktəbdə təsvirincə sənət fənnini icra edirəm. Tədris edir. Hə, tədris edirəm. 2026-cı ildə müəllimlərin sertifikasiya imtahanında iştirak eləmişəm və orada yüksək bal toplayaraq 55 baldan müsabiqə mərhələsinə keçid almışam. Ümid edirəm ki, həmin mərhələdə də vəfrəyi alaraq öz fəaliyyətimi müvəffəqiyyətlə davam elətdirərəm.
Burada Arifə müəllim bildirdik ki, yaxşı da pis deyil, indi yavaş-yavaş daha da düzəldərsiz inşallah. Burada bildirin ki, Elm və Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş müəllimlərin sertifikasiyalaşması. Əgər sertifikasiyalaşması uzun gəlirsə deyə bilmirsinizsə, sertifikasiya test mərhələsində iştirak etmişəm. Bunun üçün sizə təşəkkür bildirirəm. Ümumiyyətlə, o sertifikasiyanı dəstəklədiyinizi bildirin ki, o sizə bir minus olmasın da, plus gəlsin onlardan ki, hə, Arifə müəllimə görürsünüz, sertifikasiyanı bəyənən müəllimlərdən. Daha sonra isə, məsələn, 60 ballıq sistem üzərindən 55 bal toplayaraq uğur əldə etmişəm, müsahibə mərhələsinə dəvət almışam. Dinlədiyiniz üçün təşəkkür edirəm. Bir də Arifə müəllimə, biraz qısa da təqdimatınız. Özünüz yavaş-yavaş səsli şəkildə yazın, qulaq asın və mənim özümə də atın, mən özüm də baxıb sizə rəy verəcəm ki, Arifə müəllimə, buradan nəyi çıxarın, nəyi çıxarmayın, nəyi əlavə edin. 1 dəqiqə, yəni keçsin, 1 dəqiqə yarım, 1 dəqiqə 20 saniyə, 10 saniyə, bu pis deyil. Heç olmasa, yəni 1 dəqiqəni o tərəfə aşsın, 1 dəqiqə 20 saniyə olsun, 2 dəqiqəni də keçsin. Çünki 2 dəqiqəni keçdikcə bizim balımızdan kəsəcəklər. Onlar baxırlar saata. Mən özüm uzun-uzadı bu məktəbə nə vaxt girmişəm, neçənci sinif qurtarmışam, belə onları uzun-uzadın demədim ki, qısa konkret olsun, ona görə. Yavaş-yavaş indi bunlar üzərində çalışarsınız, səsli şəkildə. Dəqiqəyə baxaraq görün neçə dəqiqə olur, nə qədər olur. Sadəcə elə WhatsApp-da girin, səs atılan yerə girin, orada görəcəksiniz neçə dəqiqə, neçə saniyə yazın. Arifə müəllim, PDF-lərə baxmısınız, birinci PDF-ə baxmısınız? Bəli, birinci PDF-ə baxmışam. Kurikulum nədir? Kurikulum təlimin təhsilin inkişafını, potensialını əks etdirən, vərdişlərini əks etdirən konseptual sənətdir. Bəli, kurikulum təhsilin məzmunu, təşkili, qiymətləndirməsi. Bu 3 dənə sözü yadda saxlayın müəllimlər. Təhsil, məzmun, təşkil, qiymətləndirmə ilə əlaqədar bütün məsələləri özündə əks etdirən, bəli, konseptual sənətlə kurikulum deyilir. Kurikulum sözünün mənası nə demək? Bəs? Kurikulum sözünün mənası qaçış, rol, inkişaf mənasında gəlir. Kurikulum portalı Azərbaycanda ümumiyyətlə nə zaman yaradılıb və yaxud da ki, nədir, belə deyək? Kurikulum 1918-ci ildə yaradılıb, ancaq Azərbaycanda 1996-90-cı illərin sonlarında yaranıb, 2008-də isə icrasına başlanıb. Aferin. Bəs portalı deyəndə nə nəzərdə tutulur? Portalı bilmirəm. Portalı da odur ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yaradılır. Müəllim, şagird, valideynin bir yerdə əməkdaşlıq etməsi üçün rəqəmsal platformadır. Böyük anlayış olar. Təlim? Təhsil böyük anlayışdır. Təlim onun bir növüdür. Təhsil demək olar ki, insanlarda inkişafını, cəmiyyətin artımını, ölkənin inkişafını, artımını tədris edən bir. Nəticə yönümlülük nədir? Nəticə yönümlülük təhsildə baş verən hadisə, elə bil təhsilin inkişafının nəticəsidir də, nəticə fokuslanırıq elə bil. Bəli, nəzərdə tutulan təlim nailiyyətlərinin əvvəlcədən müəyyənləşdirilməsidir ki, nədir? Nəticə yönümlülük tələbinə əsaslanmış olur. Təhsil qanunu Konstitusiyanın neçənci maddəsində öz əksini tapır? 42-ci maddəsində öz əksini tapır. Məzmun xətti nədir desəm? Məzmun xətti əsas göstəricidir. Qədər eyni məzmun xəttində məzmun xətti var. Hər fənnin öz məzmun xətti olur. Səsiniz biraz uzaqdan gəldi, tam başa düşmədim. Bəli, fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün məzmunun zəruri hissəsi məzmun xətti. Deməli, fənnin ana xəttidir, leitmotividir. Bir fənnin daxilində dəyişmir, lakin fəndən fənnə məzmun xətti dəyişmir. 3 rəqəmli koddan da birincisidir kimi də deyə bilərik. Belə deyək də, təhsildə hansı boşluqları görürsünüz? Təhsildə boşluqlar deməzdim. Müəyyən təhsildə qurumlarının müəyyən fəaliyyəti nəticəsində demək olar ki, təhsilin boşluqları doldurulmağa başlayıb. Məktəblərdə xüsusilə təmin işləri daha çox yüksək
yüksək səviyyədə keçirilir. Mən ancaq boşluq onda görürəm ki, şagirdlərin maraq dairəsinə uyğun dərslərin qurulması, onlara sərbəstlik verilməsi daha yaxşı olar. Tədrisdə. Bir də bax, burada vurğulaya bilərik ki, o tədrisdə boşluqları desəm, bu düz şagirdlərin maraq dairəsi. Təhsildə boşluq deməzdim mən heç. Aha, bəli, təhsildə boşluq demirik. Sadəcə olaraq görə bilərik ki, təhsildə şagirdlərin və yaxud da ki, müəllimlərin ola bilər ki, rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi yönümdə hər hansısa bir, məsələn, onların kurslarına cəlb olunması olsun, müəllimlərin olsun, şagirdlərin həmin o bacarıqların inkişaf etdirilməsi üçün məktəblərdə laboratoriya otaqlarında əlavə kompüterləri olması, yəni bu kimi də vurğulaya bilərik. Belə Arifə müəllimə. Daha sonra şagirdlərlə işləməyin hansı çətinlikləri ola bilər? Şagirdlərlə işləmək demək olar ki, 33 ildir bu sistemdəyəm, yəni tədrisdəyəm. Fəaliyyətimi davam elətdirirəm. Demək olar ki, şagirdlərlə işləməyin o qədər də çətinlikləri yoxdur. Demək, alışmışam da artıq 33 ildir. Bəzi şagirdlərdə var ki, məsəl üçün, hiperaktiv şagirdlər var, səviyyəsi zəif olan şagirdlər var. Bunlar arasında müəyyən çətinliklər olur, ancaq buna da çətinlik deməzdim. Biz çalışırıq ki, həmin çətinlikləri aradan qaldıraq. Bax, burada deyirik ki, sistemdəyəm deməyək ki, 33 ildir bu sistemdəyəm, belə bildirməyək. Artıq 33 ildir ki, pedaqoji fəaliyyətimə, təcrübə əsaslanaraq bildirə bilərəm ki, yəni bir müəllim olaraq mən bunu çətinlikləri deməzdim. Hər bir şagirdin bilik, bacarıq, potensialları bir-birlərindən fərqlənir. Hərəsi bir ailədən gəlir. Əlbəttə ki, buna görə onlarla bilik, bacarıq, potensialları nəzərə alaraq təlimimizi qursaq, heç bir çətinlik olmaz. Ümumiləşdirməyə bilərik. Çox sağ olun Arifə müəllimə, işiniz avan. Buyurun müəllim, çox. Daha sonra keçək digər müəllimimizə. Müəllimə, bir dəqiqə olar, müəllimə, icazə olar, salam, axşamınız xeyir. Salam Azər müəllim, hər vaxtınız. Sarə müəllimədir. Rüfanə müəllim. Rüfanə müəllimə, hə. Azər müəllimdir. Yəni mənim burada belə deyək də iş yoldaşlarımız Səkinə müəllimə, Kifayət müəllimə iştirak edirlər. Bir balaca dərs haqqında məlumat verərdiniz mi? Həftədə neçə dəfədir? 2 dəfədir, saat neçədədir? Neçənci dərsimizdir bu? Ümumilikdə hardasa 4-5 belə dərs keçmişik. Bugün isə PDF-ləri ümumi şəkildə 4 PDF vermişəm, səhv eləmirəmsə evə. Onları ümumiləşdirib sual cavab edəcəm bugün müəllimlərdən. Siz isə dərsdə indidən qoşulsaz, məsəl üçün 3-4 müəllim sizdə, sizə əlavə dərslər salacam, həmin PDF-ləri atacam, ümumiləşdirəcəm. Mən yazın, mən sizə şəxsədə yazacam sizə. Olar elə? Olar müəllim. Aha, belə də ki, narahat olmayın, hələ vaxtımız da var. Yəni, hardasa sentyabrın 10-undan, 15-indən sonra başlayacaq inşallah müsahibə. Belə, uğurlar olsun. Çox sağ olun, təşəkkür edirəm. Yazarsınız mənə, sizi qrupa əlavə edər. Belə, keçək digər müəllimimizə. Dilbər müəllimə, buyurun, zəhmət olmasa. Müəllimə, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Deməli, Dilbər müəllimə, deyin görüm, siz sinifdə sağlam psixoloji mühiti necə yaradırsınız? Sinifdə sağlam psixoloji mühit yaratmaq üçün ümumiyyətlə hər bir şagirdin, yəni bu psixoloji mühitlə əlaqəli, belə deyək də, fərdi olaraq bu haqda məlumatım olmalıdır ki, hər bir şagirdin fərdi haqda məlumatım olduqdan sonra mən o psixoloji mühiti daha yaxşı yarada bilərəm. Yəni şagirdlərin rahat dərs keçə biləcəklərini, sonra çəkinmədən, qorxmadan o sinif mühitində otura biləcəklərini, özlərini sərbəst hiss eləyə biləcəkləri bir mühit olduğu ab-havanı orada yaradıram ki, bu da onlar üçün psixoloji mühit olaraq düşünürəm ki, olar. Sağlam psixoloji mühit dedikdə şagirdlər fikirlərini sərbəst şəkildə ifadə edəcəyi bir mühitdən söhbət gedir. Təkcə mən burada fiziki deyil, həm də psixoloji cəhətdən söz azadlığının verildiyi bir mühitdən söhbət getmiş olur. Yəni biz nə qədər şagirdləri sıxsaq, nə qədər onlara deyək ki, hər hansı bir söz azadlığı verməsə, əlbəttə ki, onlar çəkinəcəklər, özlərini sərbəst hiss etməyəcəklər.
Yəni psixoloji cəhətdən sağlamlıqlarını və yaxud təhlükəsizliyini təmin etmək istəyiriksə, demokratik üslubda yanaşmalıyıq. Onlar da subyektdir, biz də subyektdir. Yəni belə əlaqələndirib danışa bilərik. Daha sonra belə sual verim sizə ki, risk qrupuna daxil olan şagirdlər hansılardır daha doğrusu? Risk qrupuna daxil olan şagirdlər daha çox bullyingə məruz qalan şagirdlər, sonra valideynini itirmiş şagirdlər və yaxud da bir valideynini itirən şagirdlər, bunlar risk qrupuna daxil olan şagirdlərdir. Bir də orada qeyd eləməməliyik, boşanmış valideynlərdə, onlardan olan uşaq və o uşaqları qeyd eləməməliyik risk qrupuna daxil. Müəllimlər səhvən onu da deyirlər, biz onu qeyd eləməməliyik. Lakin bir də burada deyəsən birini unutdu. Qəyyumluğu olan. Bəli, qəyyumluğu, yəni hər hansı bir ana, ata, yəni məhrum olan uşaqlar. Bunlar nədir? Risk qrupuna daxil olan şagirdlər. Təhsil prosesinin iştirakçıları kimlərdir? Biz kimləri təhsil prosesinin iştirakçıları adlandırırıq? Təhsil prosesinin iştirakçıları təhsil verənlər, təhsil alanlar, sonra pedaqoji işçilərin əksəriyyəti, misal üçün, bura laqopedlər filan, bunları da əlavə edə bilərik müəllimə. Bir də valideynlər də əlavə edə bilərik müəllimə bura. Var, əlbəttə ki. Əgər təhsil üçbucağımız varsa, o üçbucağın bir bucağı da valideynlərdir. Əlbəttə ki, onlar da təhsil prosesinin iştirakçıları hesab olunur. Təhsilin məzmunu deyəndə nə nəzərdə tutulur? Təhsilin məzmunu deyəndə alt standart, bunlar deyirsiniz müəllimə? Yox, bunu deyəmirəm. Bax, təhsilin məzmunu, məqsədi nədən ibarətdir? Şagirdlərin nailiyyətlərini ölçmək, qarışdırdım müəllimə bunu. Burada biz deyirik ki, şagirdlərin müxtəlif dərslərdə əldə etmiş olduğu bilik, bacarıq, vərdişlərin həcmi, məcmusu nəzərdə tutulur. Yəni məzmun, təhsilin məzmunu nədir? Şagirdlərə hər hansı bir dərslərdə öyrətmiş olduğumuz bilik var, bacarıqlar var, vərdişlər var. Bunların hamısının məcmusu təhsilin məzmunu adlanır. Pedaqoji proses nədir? Pedaqoji proses müəllim, valideyn, şagird üçlük arasında da, bu üçbucaq arasında baş tutan proses nəzərdə. Pedaqoji proses. Pedaqoji prosesdə valideyn yox. Demirəm ki, təhsil üçbucağı. Pedaqoji proses deyəndə təhsil alanların təlim tərbiyəsinin qarşı olmuş məqsədə çatmaq üçün müəllimlərin, şagirdlərin bildim yadına düşdü. Qarşılıqlı əməkdaşlığıdır da, qarşılıqlı şəkildə etmiş olduğu əməkdaşlığıdır ki, bu pedaqoji proses adlanmış olur. Müəllimin hansı qabiliyyətləri olmalıdır? Müəllimin, belə deyək də, 21-ci əsrə aid olan bütün bacarıqlar həm müəllimdə, həm də müəllimin dərs dediyi şagirddə olmalıdır. Yəni, əməkdaşlıq yaratmaq, sonra öyrətmək, bundan əlavə olaraq müəllimin özünün qabiliyyəti var. Məsələn, didaktik qabiliyyətimiz olmalı. Özümüzü ifadə edə bilməyimiz olur. Dərsimizi qurmaq üçün hansı qabiliyyətimiz ola bilir? Prosesi idarə etmək üçün. Təşkilatçılıq. Bax, yadda saxlayın. Bir neçə qabiliyyəti 100% ki, öyrənin, heç olmasa ki, məsələn, orada deyəndə bir neçəsini saya biləsiniz. Didaktik qabiliyyəti, təşkilatçılıq qabiliyyətidir, perspektivlik qabiliyyətidir, yəni belə, diqqəti paylama qabiliyyətidir. Məsəl üçün, ola bilər ki, bir sinifdə 30 dənə uşaq olur. Pedaqoji qabiliyyətdən müəllimə, ümumilikdə belə deyə bilərik, əgər sual verirsə, yoxsa o yetməz. Necə dediniz? Yəni, pedaqoji qabiliyyət dedikdə elə ümumilikdə müəllimin özünün pedaqoji qabiliyyəti, yəni bu cavabı versək. Pedaqoji qabiliyyət, mən də pedaqoji qabiliyyət. Orada PDF-də var, bir neçəsini öyrənsəz, bəs eləyəcək. Ya 2, ya 3-cü PDF-də olmalıdır. Onlara tam ətraflı dəqiq baxa bilməmişəm, mən də baxarım. Baxarsın. Daha sonra, alt standart nədir? Alt standart dövlət tələbidir, şagirdlərin nailiyyətlərini ölçən dövlət tələbidir. Deməli, alt standart şagirdlərin bilik bacarıq səviyyəsinə qoyulmuş
Dövlət tələbidir. Şagird sizdə səhv tutsa, necə reaksiya göstərəcəksiniz? Şagird səhv tutsa, mən bunu ilk növbədə yəni normal qəbul edirəm, normal qarşılayıram. Çünki bu öyrənmə prosesi ilə bir prosesdir, yəni hər kəs səhv edə bilər. Amma bundan da yanaşı şagirdə diqqətliyinə görə də yəni təşəkkürümü bildirərəm ki, yəni burada diqqətli yanaşıb və daha sonra əgər o tutduğu səhv düzdürsə, onun üzərində çalışaram, həm şagirdi, həm özüm. Yox, əgər səhvdirsə, bunu da yenə normal qəbul eləyib, yəni səbirlə, təmkinlə yanaşaram. Bildirə bilərik ki, çalışaram ki, birinci belə bir səhvliklərə yol verməyim. Əgər olubsa da, belə bir səhv olubsa da, əlbəttə ki, şagirdə diqqətli olduğu üçün ona təşəkkür edə bilərəm və biz də insanıq, əlbəttə ki, biz də səhvlərə yol verə bilərik. Lakin çalışmalıyıq ki, səhvə yol verməyim. Daha sonra, şagirdlər adaptasiya problemini nə zaman yaşayır? Şagirdlər adaptasiya problemini sinifdən sinifə keçən zaman, daha doğrusu bir sinifdən digər sinifə, yəni yer dəyişmə edən zaman, ibtidai sinifdən yuxarı sinifə keçən zaman, məktəbdən məktəbə yerlərini dəyişən zaman adaptasiya problemi yaşaya bilərlər. Üzürlü müəllimlər. Bəli, əlbəttə ki, sinifdən sinifə, yuxarı sinifdən, daha doğrusu aşağı sinifdən yuxarı sinifə keçərsə, məktəbini dəyişərsə, adaptasiya problemi yaşaya bilər. Daha sonra, ümumiyyətlə, sinifdə uşaqlara necə davranırsınız? Sinifdə şagirdlərlə, yəni, burada müəllimə hansı cavabı mən verməliyəm ki, onları qane eləsin? Yəni, Müsbət davranmalıyıq da. Akademik tərəfdən deməliyəm burada cavab, akademik nailiyyətlərinə görə, yoxsa psixoloji mühit olaraq, yəni mən onu cavablandırmalıyım. Ümumiyyətlə, biz çalışmalıyıq ki, hər zaman şagirdlərin mehriban davranmış olur. Onların bilik, bacarıq potensiallarına, öz yaş səviyyələrinə uyğun, temperament tiplərini nəzərə alaraq, yəni davrana bilərik. Belə. Yəni, belə biz desək ki, onlara mənfi davranırıq, olmaz axı. Yəni, həm bilik, bacarıq cəhətdən nəzərə alırsınız, həm də ki, mehriban davranırsınız da, yəni acı davranmırsınız ki, elə deyil. Verməliyim. Daha sonra, emosional intellekt nədir bəs? Emosional intellekt, yəni bu dəqiq, onlar demək olar ki, təkrarlamışam müəllimə. Yaxşı, belə psixoloji suallardan bir neçəsini verim, amma baxın PDF-lərə çox xahiş edirəm. Heç kimlə ünsiyyət qurmaq, şagirdlərlə necə ünsiyyət qurarsınız, həmin şagirdlə necə davranırsınız? Necə müəllimə? Bax, heç kəslə ünsiyyət qurmayan şagirdlə necə davranırsınız? Heç kəslə ünsiyyət qurmayan şagirdlə çalışaram ki, fərdi şəkildə əvvəlcə, yəni bunun səbəbini araşdırım. Yəni, heç kəsin bütün sinifin qarşısında yox da, mən fərdi şəkildə bunu araşdırım. Daha sonra səbəbini müəyyən etdikdən sonra çalışaram ki, onu sinifə adaptasiya edeyim, ünsiyyət bacarıqlarını, əməkdaşlıq bacarıqlarını inkişaf elətdirim. Bəli, əlbəttə ki, birinci Müəyyən üsullarla, müəyyən təmkinli yanılma və psixoloq valideynlə də söhbət apararam, yəni lazım gələn, uyğun olan ünsiyyətdə, yəni qurması üçün dəstək də göstərə bilər. Daha sonra, bəs ailədə zorakılığa məruz qalan şagirdlər haqqında nə düşünürsünüz? Ailədə zorakılığa məruz qalan şagirdlər haqqında onu necə müəllimə müşahidə eləmək baxımından deyirsiniz, yoxsa necə, yəni Deyirəm, düşüncəniz nədir onlar haqqında? Onlar haqqında düşüncəm, təbii ki, onları, yəni mən bilsəm də bunu, yəni bildirmərəm, yəni nə sinifdə, amma belə deyim, çalışdığım qədər onun səbəbini yenə araşdırmağa çalışıram, amma bacarmasam da, yəni görsəm ki, çox, yəni vəziyyət belə deyək də, çox dərindir, artıq məktəb psixoloquna, sinif rəhbərinə, yəni bildirərəm. Aferin, bəli, əlbəttə ki, cavabınız belə olmalı. Deyək ki, rəhbərlik sizi pedaqoji şurada tənqid etsə, nə edərsiniz? Ümumiyyətlə, hər bir müəllim tənqidlərə açıq olmalıdır. Yəni, bunu ilk öncə səbirlə, təmkinlə dinləyərəm, amma səbəbini daha sonra öyrənərəm ki, yəni haqlı olaraq tənqid olunmuşam, yoxsa yox. Belə.
Bəli, burada artıq biz deyirik ki, bir müəllim olaraq hər zaman tənqidə açıq, təhqirə yox. Əgər doğrudan da hər hansısa bir nəyisə düzgün şəkildə icra etməmişiksə, üzərimizdə baxaram, özümü refleksiya edərəm və bu fəaliyyətimin üzərində çalışaraq düzəldə bilərəm. Belə Dilbər müəllimə, çox sağ olun. Daha sonra isə digər müəllimlərimizə, kimlər qaldı müəllimlər? Kifayət müəllimə, buyurun. Müəllim axşamınız xeyir. Mən dinləyici kimi qalsam olarmı? Aha, olar. Özünüzü təqdim etmək demişdiniz deyəsən, yoxsa necəsən? Bu dərs qala bilərmi? Olar. Təranə müəllimə, buyurun. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Necəsiz Təranə müəllim? Sağ olun. Siz necəsiz? Sağ olun, yaxşı olasınız. Proaktiv yanaşma nədir? Reaktiv yanaşma nədir? Proaktiv deyəndə nə nəzərdə tutulub? Reaktiv yanaşma nədir? Bilmədim. Deməli, iki yanaşması var. Bir proaktiv yanaşmadır, digərisi reaktiv yanaşmasıdır. Reaktiv yanaşma deyəndə burada müəllimin hər hansısa bir problem baş verərkən heç bir planı olmur. Başlayır qışqırmağa, cəza ilə, hədə qorxu ilə problemini həll etməyə. Bu reaktivdir. Proaktivdə isə bax adından göründüyü kimi proaktiv. Yəni artıq burada müəllimin özünün də hər hansı bir B planı var. Ola bilər, məsələn, dərs keçirsiniz, elektron lövhədən istifadə edirsiniz, qəfildən işıqlar sönür. Reaktiv başlayacaq aqressiya nümayiş etdirmək. Proaktiv müəllim isə hər hansı bir iş üsulu olsun və yaxud bir şəkil olsun, yəni nədənsə axır istifadə edərək dərsini davam etmiş olacaq. Yəni proaktivlə reaktivin əsası budur. Daha sonra, mənə deyin görüm, şagirdlər nə zaman adaptə problemi yaşaya bilər? Yəni ki, nə zaman şagirdlər sinifə tutaq ki, çətin adaptasiya olunur, o deməkdir o. Bəli. Adaptə problemini nə zaman yaşaya bilər? Məsəl üçün, tutaq ki, sinifin dəyişə bilər, tutaq ki, 7A-dan 7B-yə keçir, məsəl üçün. Sonra məktəbi dəyişə bilər. Onda uşaqlar biraz çətin adaptasiya olunur. Çünki görmüşəm də öz uşaqlarımın da başına gəlib. Belə. Daha sonra, bəli. Fasilitator kimdir? Biz kimləri fasilitator adlandırırıq? Fasilitator şeydir də, bilirəm nədir? Öz sözümlə deyim də, elə bil ki, öz fikrin irəli sürən. Prosesi Yavaş da, mən təlimdəyim. Prosesi idarə edən şəxs fasilitator olmuş olur. Prosesi idarə edən, bəli. Hansısa bir biliyi, bacarığı şagirdə nəyisə hazır şəkildə vermir. Problemi hazır şəkildə həll edib onun əlinə vermir. İstiqamətləndirmiş olur. Səmərəli yolla həll etməsinə əsaslanmış olur. Yəni biz nəyisə hazır şəkildə şagirdin əlinə verirsə, fasilitator deyilik. Ancaq istiqamətləndiririksə, həmin o biliyi, bacarığı şagirdin özünün məsəl üçün axtarmasına, araşdırmasına çalışırıqsa, əlbəttə ki, nə edirik? Düzgün yanaşma göstərmiş oluruq. Gündəlik planda nələr öz əksini tapır? Gündəlik plan bizim o proqramımızdır. Bir var illik planlaşdırma, bir də var gündəlik yazırıq, icmal. Bəli, bax bu iki qabaq, bir var illik, gündəlik. Bax deyirəm, gündəlik nələr öz əksini tapır? Məzmun standartı, alt standart. Mövzu, dərsin məqsədi. Mövzu, bəli, refleksiya, qiymətləndirmə hamısından elə bir ki, istifadə eləməliyik də dərs vaxtı. Diferensial təlim nədir? Diferensial? Bəli, diferensial təlim nədir? Diferensial təlim bu problemi olan uşaqları da elə bil sinifdə elə
Bax, eyni müxtəlif nəzərə alınmasıdır. Şagird müxtəlifliyin nəzərə alınması. Bax, bir kəlmə yadda saxlayın. Differensial təlim nədir? Differensial təlim eyni məkanda şagird müxtəlifliyinin nəzərə alınmasıdır. Şagirdlərdə emosional intellektin formalaşdırılması üçün məsələn, nələri edə bilərik biz ki, şagirdlərdə emosional intellekt formalaşsın? Bilmədim onu. Bax, onlarla effektiv şəkildə ünsiyyət qura bilərik, məşdaşlıq edə bilərik, rollu oyunlara, simulizasiyalara cəlb edə bilərik, öz hisslərini tanıması üçün suallar ünvanlaya bilərik ki, onlarda həyati bacarıqlar formalaşsın. Emosional intellekt deyəndə həyati bacarıqlar nəzərdə tutulur. Sonra, deməli, bəs hər hansısa bir sinifdə problem baş verib, bu problemi həll etmək üçün müəllim hansı yollardan istifadə edir? Sinifdə baş verən problemi birinci müəllim araşdırmalıdır ki, görsün bu problem nədən irəli gəlir, şagirdlərlə danışmalıdır, valideyn iclas eləməlidir, sinif iclası. Sinif iclaslarının keçirilməsi, Bəli. yazılı şəkildə ortaq dəyərlərin formalaşdırılması, bir də xüsusi müəllim strategiyaları var ki, bunlar deməli, sinif daxili konfliktlərin həll edilməsində istifadə edə bilər. Deyək ki, dərsi izah edirsiniz. Bir şagird var, dayanmadan dərsi pozmağa çalışır, fikrinizi yayındırır. Nə edəcəksiniz? Mən də dərsi pozmadan çalışacağım ki, o şagirdi mimikalarla sakitləşdirim. Yox, sakitləşməsə başlayaram ona suallar verməyə, elə eləyərəm ki, onu da dərsə cəlb eləyim. Ümumilikdə deyirik ki, o hiperaktiv uşaqdır, yerində dayana bilmir. Əlbəttə ki, izah etdiyim mövzu ilə əlaqədar çalışaram ki, həmin şagirdə tez-tez suallar verim, lazım gələrsə lövhəyə çağırım. Yəni, nə edəcək? Artıq dərsə fikrini cəlb etmiş olacaq. Deyək ki, şagird bilmədiyiniz bir sual ünvanlayır, Təranə müəllimə. Nə edəcəksiniz? Deyəcəm ki, o necə maraqlı bir sual oldu. Mütləq bu sualı araşdırıb, gələn dəfə bu sual üzrə bir yerdə yenə işləyərik. Aferin. Bəli, əlbəttə ki, deyirik ki, bu sual mənim üçün də maraqlı oldu. Gələn dərsə qədər siz də bu sual ətrafında məlumat toplayın, mən də bir yerdə müzakirə təşkil edək. Yəni, əgər əvvəlki təlimə əsaslansaydık, həmin sualı biz şagirdə ev tapşırığı olaraq verərdik və yaxud da ki, həmin şagirdə ünvanlayardıq ki, bir de görüm hələ sən özün bunun cavabını bilirsən ki, məndən soruşursun. Yəni, belə. Daha sonra, bəs utancaq şagirdləri dərsə necə aktivləşdirirsiniz? Məsəl üçün, utancaq şagirdə yerindəcə, öz oturduğu yerindəcə nəyisə tapşırıq verirəm. Sonra onu tərifləyirəm. Yavaş-yavaş da elə bil hər dəfə biraz belə bir dəfə oturduğu yerdə tapşırıq verirəm. Bir dəfə deyirəm ayağa qalx, elə yerində cavab ver. Bir dəfə lövhəyə çağırıram. Belə adaptasiya olur da sinifə. İrəli gəl. Hər hansı bir verdiyi cavabı özünə inam hissi formalaşdırılması üçün dəstəklədiyinizi göstərirsiniz. Bəli, artıq yavaş-yavaş həmin hallarda aradan qalxılmış olacaq. Belə, çox sağ olun Təranə müəllimə. Aytən Mircəfərova, özünüzü təqdim edin. Salam, axşamınız xeyir Rüfənə müəllim. Özünüzü təqdim edin. Mən Mircəfərova Aytən Faiq qızı. Müəllimə bu günlər mənim məsələlər həyecanlandım. Yaxşı. Mən Mircəfərova Aytən Faiq qızı 2011-ci ildə Şəki Pedaqoji Kollecinə qəbul olmuşam. 2015-də bitirmişəm.
2021-ci ildə MİQ-də iştirak edərək 211 nömrəli məktəbə qəbul olmuşam. 2026-cı ildə sertifikasiya imtahanında iştirak etmişəm. Sertifikasiya imtahanında 54 bal yığmışam. Həm MİQ mərhələsində iştirak etmişəm. 80 bal yığmışam MİQ mərhələsində. Belə özünüzü biraz təqdim etməni qəşəng edin Aytən müəllimə. Burada elə bil ki, siz mənə söhbət edirsiniz. Deyirəm Aytən müəllimə, necəsiz, nə var? Keyfi əhvalınız necədir? Bu illəri, ümumiyyətlə həyatınızda nələr baş verib? Və siz də elə bil mənə söhbət edirsiniz ki, baxın belə. Yaxşı. Və özünüzü qəşəng təqdim edin. Ümumiyyətlə özünü təqdim etmək 8 bal verir bizə. Yəni özümüzü təqdim etmə nədir ki, mən onu özüm haqqında olan fikirləri bildirib 8 balı ala bilməyim. Və ondan sonra hansı suallar veriləcək, Allah bilir ki, nələr veriləcək mənə. Ona görə yəni sertifikasiya mərhələsində özünüzü təqdim etməyə diqqətli olun. Çünki hər şey oradan var. Hazırlaşaram, onu sizə səsli formada atarım. Şəkildə atarsınız. Kim istəyirsə ümumilikdə səsli şəkildə atsın. Mən onun səsini dinləyib, daha sonra ona geri dönüş edəcəm. Belə Aytən müəllimə, yəqin ki, PDF-lərə də baxmamısınız, ona görə üzərinizə getmirəm. Esmira müəllimə, buyurun. Müəllimə, axşamınız xeyir. Xeyir olsun. Esmira müəllimə, nə deməkdir? Müəllimə, olar bugün mən dinləyici olum? Yaxşı. Müəllimə, buyurun. Salam müəllimə, bir daha. Nədir dedi? Müəllimə, özünü digərinin yerinə qoymaqdır da, başqasının yerinə qoymaq. Naişniklə qoşulmuşsansa Nərmin yerə zəhmət olsa naişniki çıxart. Bütün evdə nə səs var, yığır gətirir. Telefonum işləmir müəllimə, yaxşı. Ona görə naişniklə. Təhsil nədir, təlim nədir? Təhsil şagirdlərə verilən bilikdir. Təlimdəki, başa düşmədim sualı. Nədir, təlim nədir? Bir-birlərinə fərqi nədir? Təhsil deyəndə nə nəzərdə tutulur, təlim deyəndə nə nəzərdə tutulur? Eyni anlayış deyil ki. Eyni anlayışdır, Nərmin müəllim. Bilmirəm. Mən soruşuram da, mən də bilmək istəyirəm ki, görün bu təhsil nədir? Necə deyəcək? Necə? Cümlə şəklində deyə bilmədim. Onu deyirəm. Biri ki, təhsil davamlı inkişafa əsaslanmış olur. Təlim isə təhsilin içərisində yer alan bir prosesdir. Yəni, bir var ki, 45 dəqiqəlik müəllimi təlimdir. Yəni, girir 45 dəqiqə ərzində dərsin deyir, çıxır. Təhsil isə böyük anlayışdır. Şagirdlərdə yaradıcı düşünmədir və yaxud da ki, tənqidi düşünmədir, ünsiyyətdir, əməkdaşlıqda bu kimi bacarıqları formalaşdırır. Daha sonra mənə deyin görüm kurikulumun hansı prinsipləri var? Şagird yönümlü, şəxsiyyət yönümlü, nəticə yönümlü, tələb yönümlüydü. Qiymətləndirmə. Burada dedik ki, şagird yönümlülük nədir? Şagird yönümlülük, milli bəşər, şagird yönümlülük, təlfər bilirdir, olalım. Unutmuşam. Şagirdlərdə milli bəşər, potensiallarından nəzərə alınmasıdır da müəllimə. Belə, şagirdlərin alınması, mənafeyinin, maraq və tələbatların ödənilməsi, onların nəzərə alınması deməkdir. Təhsil qanunu Konstitusiyanın neçənci maddəsindədir? 42-ci maddəsindədir müəllimə. Kompetensiya nədir? Biliklər, bacarıqlar, vərdişlər, dəyərlərdir də kompetensiyalar deyildir. Dəyərlərin məcmusudur. Alt standart nədir? Alt standart, o da bilik və bacarıqların məcmusuydu da, elə deyildir. Yox. Şagirdlərdə yox. Alt standart dövlət tələbidir. Dövlət tələbidir, bəli, dövlət tələbidir. Bilik şagirdlərin bilik bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. İnteqrasiyanın neçə növü var?
Mənlə inteqrasiyanın 3 növü var idi. Fənn daxilidir, fənn Bizdə arası, əsasən bir hansı də inteqrasiyadan istifadə edirsiniz? fənlər arası ən çox olur bizdə. Üst inteqrasiyadan daha çox istifadə etmirsiniz. Fənn üstü də var əslində, fənn daxili. Bax, Nərmin müəllimə, onu verəndə çaşdırıcı sualdır. Birini digərinə hansı iş üsulundan? Mən desəm ki, məsəl üçün beyin həmləsindən daha çox istifadə edirəm və yaxud da ki, qrup işindən istifadə edirəm və yaxud da ki, fərdi işdən bu minusdur. Çalışıram ki, yəni formalarından, iş üsullarından, nə bilim, inteqrasiyadan istifadə edəm. Dərsimin məqsədinə, alt standartından almış olduğum məqsədimə əsasən həm inteqrasiya olsun, həm iş üsulu olsun, həm iş forması olsun. Bunların hamısını onun əsasında müəyyənləşdirmiş oluram. Mən daima, həmişə, nə bilim, daha çox, deyək ki, fənlər arası inteqrasiyadan istifadə edirəm, deyə bilmərəm. Bu bir minusdur. Yəni, çalışıram ki, məqsədimə uyğun olaraq hələ hamısından istifadə edək. Daha sonra biliyin neçə növü var? Biliyin, bilikləri belə bilik. Sonra da bilik. Aynı manlıqlı mıdıram, əzbərləyəm. Mən də bilim yadıma düşdüm. Allah. Biliyin növü, faktoloji, ən sadə sual. Faktoloji yaradıcı, faktoloji, yaradıcı, onlar deyirsiniz. Yaradıcı var, faktoloji, konseptual, prosedural, metakognitiv. Metakognitiv biliyi nədir? Öz bildiyimizdir də, yəni özümüz belə deyək. Özümüz haqqında məlumatlı olmalıdır. İdraki strategiyadan istifadə edəcəyinizi müəyyənləşdirməyinizdir. Bəs mənə deyin görüm, özünüzü kiməsə təsvir etsəydiniz, necə təsvir edərdiniz? Mülayim, güclü, Səbirli, səmimi, səbirli, anlayışlı, tənqidi düşüncəyə açıq, yəni belə həqiqətən iyi. Səs-küy olar şagirləri, səs-küy edən şagirlər necə ələ alırsınız? Təşkil olarsa, birinci qaydanı xatırladaram ki, olmazsa təşkilin olması. Sadəcə, təşkil ümumiyyətlə olmamalıdır sinifdə birinci. Sadəcə, indi olur da uşaqlar qədər göstərir ki, dərslə əlaqədar ola bilər, nəsə hansısa problemdən ola bilər. Onda da ki, çalışaram ki, sual-cavab, məsələn, bir mövzu əsasında, dərs əsasında olurdu, sual-cavab edərəm uşaqları, ələ alaram uşaqları. Belə. Ümumiyyətlə, iki cür səs-küy ola bilər. Bir xoetik səs-küy, bir də işgüzar səs-küy. Əgər işgüzar səs-küy İşgüzardirsə, deməli, sinifdə hər hansısa bir fəaliyyət var. Fəaliyyət əsasında şagirdlər müzakirə apara bilər. Yox, əgər foetik səs-küydirsə, əlbəttə ki, ümumiliklə biz çalışmalıyıq ki, şagirdlərin bilik, bacarıq, potensiallarına əsaslanaraq dərsi quraq ki, belə bir hallar da baş verməsin. Əgər baş veribsə, biz hiperaktiv uşaqlardan burada söhbət gedə bilər. Onların diqqətini dərsə cəlb etməliyik. Yaxud da ki, qısa şəkildə hər hansısa bir tapşırıq verərəm, bütün şagirdlərə vaxt verərəm ki, həmin qısa şəkildə o tapşırığı icra edib, daha sonra isə həmin tapşırıqda özüm də məsələn yazı lövhəsində həll edib və yaxud nümunələr göstərib, yəni onun həllinə baxa bilər. Yəni belə, əlbəttə ki, həmin şagirdləri prosesə cəlb eləməlisiniz. Cəlb etməliyik. Kim qarışdırıb da çağırır məni o yanına. Nərmin müəllim. Diqqətli olun, yaxşı cavab. PDF-lərə də baxın. Bir heç nə olmaz, bir-bir oxuyun. Məsələn, birinci müəllim mənə birinci PDF-i belə. Mən sizə bu dərs birinci başlayayım sual cavabı. İkincini eləyim. Amma ki, yəni yaxşı çalışın. Oldum. Belə, İradə müəllim, buyurun. İradə müəllimə eşidirsiniz? Deyəsən, İradə müəllimə söndürdünüz. Bəli, müəllimə, üzrlü sayın. Buyurun. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Səs atmışsınız, baxa bilməmişəm, amma baxacağım, narahat olun. Özünüzü təqdim edin.
Deməli, mən İbrahimova İradə, Xalıqverdi qızı 1968-ci ildə Bakı şəhərində anadan olmuşam. 1976-cı ildə Bakının Xətai rayonundakı 171 saylı tam orta məktəbinə qəbul olmuşam. 1986-cı ildə həmin məktəbin məzun olmuşam. Sonra sənədlərimi Nizami rayonu 80 nömrəli orta texniki peşə məktəbinə verib fərqlənmə diplomu ilə bitirmişəm. 87-ci ildə Bakı Sənaye Pedaqoji Kollecinə daxil olmuşam və 90-cı ildə Kiş istehsalının texnologiyası ixtisası üzrə tam kursu bitirmişəm. Pedaqoji fəaliyyətə 1991-ci ildə Xəzər rayonu 5 saylıq texniki peşə məktəbindən başlamışam. Ailə vəziyyətimlə bağlı olaraq 5 il fasilədən sonra 1998-ci ildə Bakı şəhəri Xəzər rayonu İftixar Tağıyev adına 26 saylı tam orta məktəbində texnologiya fənn müəllimi kimi fəaliyyətə başlamışam. Hal-hazırda həmin məktəblə işləyirəm. Diaqnostik qiymətləndirmədə iştirak etmişəm. Mənim məktəbdə nailiyyətlərim şagirdlərimlə çox maraqlı olub. Fövqəladə Uşaqların Gözü ilə adlı sərgidə iştirak etmişik. Sərgi Fövqəladənin Akademiyasında təşkil olunmuşdur və Respublika üzrə 2-ci yerdə ad qazanmışıq. Şagirdlərimiz müxtəlif hədiyyələrlə təltif olunmuşdur. Mən öz peşəmlə qürur duyuram. Elm və Təhsil Nazirliyinin təşkil etdiyi sertifikasiyada iştirak etmişəm və 41 bal toplamışam. Bir dənə qeyd yazmışdım ora, amma bilmirəm onu cümlənin axırında deyim ya ortasında, onu da sizə nəzərə alarsınız müəllimə. Qarabağ Yeməkləri adlı sərgidə iştirak etmişik, fəxri fərmanla 2023-cü ildə təltif olunmuşuq. 60 ballıq, bəli, 60 ballıq sistem üzrə 41 bal toplanmışam. Bayaqları dediniz, hansısa fövqəladə hallar dediniz, nə dediniz? Bəli, fövqəladə hal. Bunun ardınca həmin o uğurunuzu da deyə bilərsiniz. Məsələn, Bəli, yaxşı. Azərbaycanla əlaqədar bir hansı nüansdır. Sonra, bir də sonda da deyirsiniz ki, Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş sertifikasiya çalışma imtahanında mən də iştirak etmişəm və yaxud da ki, test mərhələsində mən də iştirak etmişəm. 41 bal toplamışam. Bunu ümumiyyətlə sizin təşkil etdiyiniz üçün sizə təşəkkür edirəm. Və sonu da necə gəldi? Təşəkkür edirəm. Sonu da deyə bilərik ki, dinlədiyiniz üçün təşəkkür edirəm. Yəni, sonu da beləsinə bitirə bilərsiniz. Amma orada sertifikasiya prosesini dəstəklədiyinizi İradə müəllimə bildirin ki, məsələn, ona qarşı çıxmırsınız da dəstək. Ola bilər, heç xoşlamırsınız, yəni istəmirsiniz. Amma orada onu vurğulayır ki, yəni Elm və Təhsil Nazirliyinin keçirmiş olduğu müəllimlərin sertifikasiyalaşma prosesini dəstəkləyən müəllimlərdənəm. Bu prosesi təşkil etdiyiniz üçün sizə təşəkkür edirəm. Belə. Deməli, Kurikulum portalı deyəndə nələrdə tutulur? Kurikulum portalı Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərəfindən yaradılmışdır. Müəllimlər, şagirdlər, bir də valideynlər üçün nəzərdə tutulmuş rəqəmsal informasiya platforması olmalıdır. Təhsillə təlimin fərqi nədir? Təhsil ölkənin davamlı inkişafıdır, iqtisadi artımını təmin edən əsas faktorlardan biri sayılır. Bəs təlim? Bəs təlim? Təlim də məqsəd yönlü, ümumi şəkildə, yəni planlı şəkildə insanlara bilik və bacarıqların, vərdişin öyrənilməsi proseslərindən biri sayılır. Bax, təlim təhsilin yerində, yəni içərisində sanki yer almış olur. Təhsil böyük anlayışdır, təlim isə yəni təhsilin içərisində yer alan bir anlayış. Daha sonra keyfiyyətli kurikulum deyəndə nə nəzərdə tutulub? Hansı göstərilir? Şəxsiyyət yönümlülük, tələb yönümlülük, nəticə yönümlülük, şagird yönümlülük, bir də integrativlik. Deməli, siz orada yəni rus dilində tədris edirsiniz texnologiyanı, yoxsa Azərbaycan dilində rus sektorudur, ora yoxsa az sektor? Xeyr, həm rus sektoru, həm az sektor. Hər ikisinə deyil. Bəli. Prosta orada biraz akcent edilir ki, bildirməsin. Əgər bilsələr, bir irad tutmağa çalışsalar, bildirərsiniz ki, mən rus sektoru müəllimiyəm də, yəni onu bildirərsiniz olur.
Yaxşı müəllimə, çox sağ olun. Tutsalar. Amma yəni çalışın Sağ ki, olun. Çalışaram. aksiyent Yaxşı, çalışaram. məsələn, etat, Yaxşı. yəni bunları etmək. Hə, Fərqli üzürlü təsir sayın. nədir? Narahat Özümdən olmayın. asılı bu. Bilirəm İradə müəllim, mən Sağ olun. yəni mən də sizə görə deyirəm. Məndən olsa deyərəm. Çox sağ olun. Fərdi təhsil. Çox sağ olun. Fərdi Hı -hı. Fərdi təhsil, yəni narahat uşaqların evdə təhsilidir də. Elə uşaqlar var ki, məsələn, Evdə təhsildir. Bir də var fərdi. Fərdi təhsil, yəni geridə qalan uşaqları fərdi təhsilə yanaşmaq. Bəli, bax. Əgər uşaq mənim fənimdən, bəli, mövzudan kənardırsa, ya xəstələnib, ya məsələn geridə qalıbsa, həmin dərsi mən yenidən ona izah etməyə böyük məmnuniyyətlə çalışaram. Bax, fərdi təhsil deyəndə İradə müəllimə deyirik ki, Bəli. təhsildən kənarda qalmış şəxslərin yenidən təhsil alması üçün məsələn qayıdır məktəbə, yəni fərdi şəkildə təhsil alır. Bir də var ki, istedadı ilə, xüsusi istedadı ilə şagird, yəni fərqlənən şagirdlər var. Məsələn, bir şagird düşünək ki, onun riyazi bacarığı güclüdür də, yəni müəllim digər şagirdlərə hansısa bir mövzunu keçir, bu insanda yəni ilahi fitri bir istedad var. Yəni bu riyazi bacarığı mükəmməldir. O daha sonraki mövzular, yəni qabaqki mövzulara gedir. Nə bilim, bilik bacarıq var. Həmin o şagirdə də həmin o riyaziyyat fənni ayrıca fərdi şəkildə təşkil olunur. Fərdi təhsil deyəndə deyirik ki, xüsusi istedadı ilə fərqlənən şagirdlərə şamil olunur. Bir də təhsildən yəni kənarda qalan şəxslər gəlir, fərdi şəkildə təhsil alınır. Daha sonra kompetensiya nədir? Kompetensiya. Aha, buyurun Arifin müəllim. Kompetensiya nədir? Kompetensiya müəllimə. Yadımdan çıxıb müəllimə, üzürlü sayın. Çox üzürlü sayın. Kompetensiya. Deməyin. Elə deməyin. Əlbəttə ki, kompetensiya çalışacağım müəllimə, oxuyum. Oxuyun. Bilik, bacarıq, vərdiş. Şagirdlərdə bilik, bacarıq. Bəli. Formalaşdırılması məcmusudur. Bəli. Bu kompetensiya 2006-cı ildə Avropa Şurası tərəfindən müəyyənləşdirilmişdir. Sağ olun, Arif. Sonra deməli, psixoloji suallardan sual verim. Risk qrupuna olan şagirdlər kimdir ki, biz bunlara deyirik ki, risk qrupuna daxil? Risk qrupuna, yəni necə deyirlər, xüsusi şagirdlər, hansı ki, sinifdə narahat uşaqları nəzərdə tuturuq müəllimə, yoxsa ən aktiv uşaqları risk qrupuna? Risk qrupu varsa, deməli, burada uşaqlarda gərginlik var. Bax, həmin o şagirdlər daxildir. Bax, aqressiya var o şagirdlərdə. Aqressiya, Aysa, onu tapmaq istədim ki, yəni aqressiv uşaqlara müəllimin yanaşma tərzini izah etmək lazımdır da. Deməli, risk qrupu deyəndə hər iki valideynini itirən şagird risk qrupuna daxildir. Aha. Daha sonra... Bəli, hər iki var. Biz onun necə yanaşma tərzini uşaqlara başa salmalıyıq, yoxsa? Yox, onu soruşmuram. Uşaq amma hiss eləməməlidir də. Aha, yox, mən sadəcə soruşuram ki, risk qrupuna daxil olan şagirdlər, burada 4 dənə şagird, yəni nüans var ki, bir yadda saxlayırıq ki, hər iki valideynini itirmiş. Hər iki valideynlərdən birini itirmiş. Üçdə də deyirik ki, ola bilər ki, zorakılığa məruz qalan, yəni bullying. Bir də valideyn himayəsindən məhrum olan şagirdlər, yəni həmin risk qrupuna daxildir da, yəni bilirik ki, bu şagird yəni psixoloji cəhətdən sarsılıblar. Bəli. Onlar risk qrupuna daxildilər. Daha sonra belə sual verin, bəs sinifdə nadid şagirdlərimizi necə ələ alırsınız? Mən onlara fərdi yanaşıram, nadid şagirdlərə, onları tərifləməklə, onları, məsələn, əl işləri verməklə, onları tamamilə o fikirdən kənarlaşdırıram. Onlara, məsələn, elə əl işləri təqdim edə bilərəm ki, onlar, məsələn, elə sevinə bilərlər ki, biz onları heç evdə belə şeylər görməmişik. Məsələn, sadə sözlərlə, cümlələrlə izah eləyərəm ki, o uşağa maraq dairəsini artıraram. Deməli, ümumiyyətlə deyirik ki, nadid uşaqlar deyəndə, yəni yerində dayana bilməyən, hiperaktiv uşaqlar nəzərdə tutulur ki, əlbəttə ki, onların da maraq dairəsində bilik, bacarıq, potensiallarına əsaslanaraq tapşırıq verdiyimiz halda nə edir? Onlar da dərsə cəlb olunmuş. Cəlb olunur, bəli. Belə
Daha sonra ikinci PDF-ə baxmısınız, yoxsa ancaq birə baxmısınız? Xeyr, müəllimə, elə birə bayaq sizə şəxsi də yazmışdım, çox üzrlü sayın. Öz üzərimdə çox çalışmalıyam ki, mən özümə məqsəd qoymuşam. Çünki mənim atam müəllim olub. Mən onunla qürur duymuşam həmişə. Ona görə müəllimlik peşəsini ondan ilhamlanmışam. Mən özümə söz vermişəm ki, bu müsahibədə daha yaxşı cavablarla onları təsvirləndirim. İnşallah İradə müəllim. Ona görə sizin köməyinizə çox böyük ehtiyacım olacaq. İnşallah İradə müəllim. Əsas odur. İnşallah. Çox sağ olun. Yəni həyəcandan əlavə də PDF-ləri oxuyun və görüntünü Mütləq. araşdıracağam müəllimlə. Yaxşı. Sağ olun. Yaxşı. Nərgiz Çox müəllim, sağ olun. Siz sağ olun. özünüzü təqdim edin Nərgiz müəllim. Nərgiz, Salam müəllimə, axşamınız xeyir olsun. tamam, hər vaxt Üzrlü sayın, telefon kənardaydı, ona görə. rahat olun. Mən Salmanova Nərgiz, Ağamurad qızı. 1994-cü ildə Göyçay rayonunda anadan olmuşam. Mən 2 məktəb bitirmişəm. Hansını qeyd edeyim? Bitirdiyimi yoxsa başladığımı? O uzunçuluq olmasın deyə. Necə 2 məktəb bitirmisiniz? Yəni orta məktəb. 2 məktəbdə oxumuşam. Bir məktəbə daxil Hansı olub məktəb məktəb? dəyişmişəm. Hansı məktəbə daxil olmusunuz, onu bildirin və Deməli, 2000-ci ildə Göyçay şəhər Nizami Gəncəvi adına 7 saylı orta məktəbə daxil olmuşam. 2010-cu ildə Göyçay Dövlət İdarə Etmə və Texnologiya Kollecinin təsviri incəsənət müəllimliyi üzrə daxil olmuş və 2014-cü ildə bu məktəbi fərqlənmə ilə bitirmişəm. Məktəb illərimdə bir çox fərdi sərgilərim olmuşdur. Daha sonra ailə vəziyyəti ilə əlaqədar olaraq ilk deməli MİQ müsabiqəsində 2025-ci ildə iştirak etmiş, 83 bal toplamış və bir illik müqavilə ilə işləmişəm. Daha sonra 2026-cı ildə yenidən müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmiş və təkrar 83 bal toplayaraq müsahibədə iştirak haqqı qazanmışam. İlk dəfədir deyə, elə axlıma nə gəldi onu dedim, hazırlaşmamış. İndi siz səhvlərimi düzəldərsiniz. MİQ demirik, müəllimlərin işə qəbulu deyirik. Bəli, bəli. Bu təsadüfdürmü Nərgiz müəllimə? Hər dəfədə 83 bal toplayırsınız. Mənə də çox maraqlıdır. Hətta 83 bal deməzdim, 82 %75 müəllimə. Keçən ildə belə oldu, bu ildə. Eyni bal, inanırsınız. Özümə də möcüzə gəldi. Dəyişməyib. Belə, ikinci PDF-lərə baxmamısınız, atacağım PDF-i siz. Heç bir PDF, baxmamışam yox. Belə, Könül müəllimə, hazırsınız? Yoxsa qonağınız var? Qalan oldu müəllimlərdən? Kimsə sual cavab etmədiyi müəllim oldu və yaxud Mənə belə əlavə sual cavab edə bilərsiniz. Mənim də PDF-dən kənar, ya psixolojimi, ya kurikulumdan da hazırlaşmamış getmişəm sözün açığı. Biraz da qorxum ondandır. Yaxşı, Nərgiz müəllimə, nəyə əsasən, niyə məhz müəllim olmaq istədiniz? Peşəkar suallardır. Ümumiyyətlə, mən müəllimliyə qədər olan prosesləri danışmalıyam. Orada necə oldu ki, müəllim olmağa qərar verdim. Yoxsa elə birbaşa başladım. Bir çox işlərdə, təsvir incəsənətlə bağlı olaraq bir çox işlərdə, bir çox kurslarda fəaliyyət göstərmişəm. Sevgi sizdə nədən yarandı ki, müəllim olmaq istədiniz? Onu deyirəm, nədən ilhamlandı? Uşaqlarla işlədiyim zaman, həqiqəti deyəcəm. Sağdan gəl. Uşaqlarla işlədiyim zaman müəllimə özümü daha cəmiyyətə, vətənə, millətə daha faydalı hiss elədim və hardasa təxminən bir 10 il sonra bu peşə ilə bağlı müraciət etdim müəllimlərin işə qəbulu üzrə müsabiqədə. Amma ona qədər artıq mən uşaqlarla işləməyin nə qədər zövq verici və vətənə, millətə faydalı olacağını düşündüm. Hər zaman uşaqlarla işləmək mənə zövq verir. Bu baxımdan da belə deyən, bunu qeyd edərdim orada. Səbəb bu oldu deyə müsabiqədə iştirak etmək istədim. Özünüzü kiməsə təsvir etsəydiniz, necə təsvir edərdiniz? Özümü necə təsvir edərdim? Özü kiməsə təsvir etsəydiniz, necə təsvir edərdiniz? Ətrafdan gələn rəylərə əsasən pozitiv olduğumu deyirlər. Ancaq mən özümü necə təsvir edərdim, bilmirəm. Sual cavablandıramayacağım.
Niyə yaxşı xarakterimiz yoxdur? Hamısı mənfi xarakterdir. Yaxşı Səbirli xarakterlərim deyilsiniz. var. Məsələn, səbirliyəm, mən uşaqlara qarşı səbirliyəm. İşimi sevərək edirəm, bunu deyə bilərəm əminliklə. Yəni, bir Məsələn, çare ki, öyrədərkən özümü çox xoşbəxt hiss edirəm. Bir qarşılığını alarkən çox xoşbəxt hiss edirəm özümü. deyək ki, növbəti 3-5 ildə Nərgiz müəllimənin ilə bağlı hansı addımlar atmağı düşünür? Bu sahədə ixtisaslaşmaq istəyirəm. Ali təhsil diplomu almağı hədəf qoymuşam qarşıma. Ondan sonra yəni müəllimlik sahəsində bilmirəm ki, nə qədər irəli getmək olar. Başa düşə bilmirəm. Fərdi Bu olaraq sualı orada onu qeyd eləmirəm. onu desəz ki, görəsən müəllimliklə bağlı nə qədər irəli gedə bilərəm? Sizdə onların reaksiyası necə olacaq? Pis, əlbəttə. 1-0 onlar öndə olacaq, hə? Yəni Burada mən bildirə bilər ki, əlbəttə ki, bir müəllim olaraq öz ixtisasımın üzərində çalışacağam, yeniliklərə açıq olacağam. Yəni belə biz neyə belə deyə bilmərəm, deməyəcəm ki, təhsil naziri olacağam 3-5 ildən sonra. Elədir də, hə, onsuz da nə demək olar başqa. Ümumilikdə Elm və Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş olduğu hər hansısa bir yenilik əsaslanan innovativ layihələr varsa, onlarda iştirak edərəm, öyrənərəm, öyrənməyi şagirdlərimə öyrətməyə çalışaram. Yəni məqsədim, yəni nə ola bilər, addımlarım nə ola bilər? Bunlar ola bilər. Bərabər imkan necə yaradırsınız sinifdə? Bərabər imkanlar odur ki, yəni dərs mühiti inklüziv olmalıdır. Deməli, uşağın hər bir uşağa yəni oturduğu yerdən tutmuş uşağın boy məsafələrinə qədər hamısı nəzərə alınmalıdır. Yəni kiçik boylu uşaqları qarşıda oturtmaq nəzərdə tutardım. Məsələn, gözü zəif şanslı uşağın onu qarşıya çəkə bilərdim. Belə yəni. Məsələn, lövhənin yerindən tut, hər bir incəliyə qədər nəzərə alardım ki, dərs hər kəs üçün aydın və başa düşülən olsun. Hər imkanlar deyəndə bütün şagirdlərin, yəni əlçatan olması üçün təlimə əsaslandırardım ki, hər kəs yəni eyni yanaşılsın, hər kəsə individual yanaşılsın. Belə, gələn dərsə inşallah qrup əlavə edəcəm, PDF-lərə də baxarsınız. Nərgiz. Belə, hansı müəllim? Bir şey deyilməzsə, özünün təqdimat hər dərs olacaq belə, yoxsa elə bu kifayət elədir? Olacaq, əlavələrdə də soruşacağam, amma hər dərs etməyəcəksiniz. Həm də artıq gələn yerlər çıxsın, həftə nə idi? Gündə 2 dəfə olacaq MİQ müəllimləri üçün. Mən bir şey deyim. Mən bəzi sertifikatlarım var, sərgilərdə iştirak etmişəm. Hətta biri beynəlxalq sərgidə İstanbulda sərgilənib əsərim. Bunu diplomum da var. Bunu orada qeyd etmək və yaxud aparmağa ehtiyac var. Aha, harada sərgilənib? İstanbulda sərgilənib. Olar, əlbəttə ki, olar. Hətta ki, sizin qəşəng əl qabiliyyətiniz var da, mən görmüşəm. O əl qabiliyyətinizə qəşəng bir şəkliniz varsa, Nərgiz müəllimə, onu aparıb, məsələn, onlara hədiyyə belə verə bilərsiniz. Yəni, orada o plus olacaq. Bir dənə qəşəng üstə gələcək. Hə, onu edərəm. Bir şəkliniz varsa, etmiş olduğum. Sətin Göyçaydansınız da, Göyçay nə ilə məşhurdur? Narı ilə. Elə mən də onu düşündüm, nar aparmaq istəyirəm. Hələ bax, narı ilə məşhurdur. Yəni, əgər kiminsə təsvirincə sənət müəllimidirsə, texnologiya müəllimidirsə, MİQ-ə gedəcəksə, bəli, əl qabiliyyətinə uyğun hər hansısa bir şəkil, nəyisə apara bilər özü ilə və yaxud da ki, texnologiya ilə əlaqədar nəyisə hazırlaya bilər. Apara bilər. Belə Nərgiz müəllimə, sizə də uğurlar olsun. Digər müəllimlər Təşəkkür edirəm. varsa, buyursun, dinləyirəm. Rəngiz müəllimədir, Sahilə müəllimədir, yəqin ki, onlar hələ vakansiyanı gözləyir. Buyurun, Aytac müəllimə. Salam müəllimə. Salam, hər vaxtınız. Mən də sual-cavab eləyə bilərsiniz. Özünüzü təqdim edin. Musayeva Aytac Füzuli qızı, 2001-ci il Ağdaş rayonundan olmuşam. 2008-ci il Ağdaş rayon 2 saylı tam orta məktəbin
birinci siniflə daxil olaraq 2018-ci ildə bitirmişəm. Bitirdiyim ili Mingəçevir Dövlət Universitetinin Riyaziyyat və İnformatika ixtisasına daxil olmuşam və 2023-cü ildə məzun olmuşam. 2026-cı il müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsindən müvafiq bal yığaraq, vakansiya seçimində uğur qazanaraq müsahibə mərhələsinə keçid etmişəm və ümidvaram ki, bu mərhələni də necə ifadə edeyim və inanıram ki, bu mərhələni də keçərək öz müəllimlik fəaliyyətimə başlayaram. Aha. Deməli, Elm və Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş. Sizdə sertifikasiyadı MİQ idi deyəsən, hə? MİQ, bəli, MİQ. Nə qədər bal toplamısınız? Müəllimə, bu il əslində biraz az oldu əvvəlkilərə nisbətdə. Bu il 62 oldu. Ümumiyyətlə bu il informatika vermişdiniz riyaziyyatda? İnformatika. Ancaq bəli. İnformatika çətin düşmüşdü. Aha. Bəli. Keçənki ilə nisbətdə bu il çətin idi. Amma əslində olduğum rayona bəs eləyir. Olduğum rayonda 3-cü sıradayam. Yəni əminəm ki, yer tutacam inşallah. İndiki H1, H2 ilə elədiniz seçim, yoxsa saxlı? Bəli. Bəli, düşəcəksiniz. Belə, yavaş-yavaş düzəldərsiniz, pis deyil. Biraz da üzərinizdə çalışın, çoxlu çalışın. Əslində düşmüşəm müəllimə. Bu il yaxşı hazırlaşa bilmədim deyə düşdüm, çox düşdüm. Belə müəllimlər, nəsə kiminsə də sözü, sualı olsa, qrupda nömrəm var, yazıb soruşa bilərsiniz. Sahilə müəllimədir, yəqin ki, Rühəngiz müəllimədir, cavablar yəqin sabah axşama falan gələcək. İnşallah ki, amma Rühəngiz müəllimə, siz seçim etmədiniz də, hə? Bəli, müəllimə, axşamınız xeyir. Yox, müəllimə, bizdə Şəmkirə vakasiya yer vermədilər. Ayın 12-sində inşallah gələcək, onda seçim edəcəyik. İnşallah. Sahilə müəllimə, seçim edəndə sizdən yüksək bal yazan var idi? Müəllimə, xeyr, mən o seçimi eləyəndə məndən deməli ki, 82.95 var idi. Yəni mən artıq təsdiqimi basanda mən ancaq o idi. Yəni məndən yüksəkləri yox idi o. Amma məndən elə bil ki, mən 3-cüyəm də, şəkil üzrə 3-cüyəm. Amma 2 nəfər daimi işdə işləyir deyə dedilər ki, eşitmişəm. Yəni ki, həmin adamlar, yəni axı ikinci iş yeri eləyəndə, seçəndə əvvəlki iş yerləri elə bil. Nəsə onlarda problemi olur, nəsə belə bir şey olur. Ona görə də onlar həmin adamlar seçməyibdilər deyəsən. İndi onlar ümumi turu gözləyirlər ya da ümumi yox, başa düşdüm. Belə, işiniz avan olsun, müəllimlər, yolunuz açıq olsun. İnşallah ki, sertifikasiya müəllimləri ilə növbəti dərsimiz 3-cü gün olacaq. Müəllimləri ilə isə sabahda dərsimiz olacaq. PDF atacağım qrupumuza. Belə, sağ olun müəllimlər. Keçəniz. Sağ olun müəllimə. Sağ olun. Sağ olun könüllü. Sağ ol. Keçəniz. Xeyr.